Real Madrid halal. Hər birinizi salamlayırıq dostlar, dedik ki, işləriniz qaydasındadır. Peñablancas'ın ya rəsmi YouTube kanalında flagman verilişimiz Halal Madrid efirdədir. 22-ci buraxılışdayıq və bugün çox dolğun, çox məlumatlı bir buraxılış sizə gözləyir. Çünki son həftələrdə, son günlərdə klub ətrafında baş verən hadisələr həqiqətən çox maraqlıdır və bu haqda danışmamaq mümkün deyil. Danışılası isə adamlar var və bu əlbəttə ki, Florentino Perez'in klubdan ayrılmasını istəməyən Fərman, Florentino Perez'in sabah klubdan ayrılmasını istəyən Abdul və hələ ki qərarı qəbul etməyən Fərid, əsas odur ki, heç kimin yüzüsə dəyməsin. Uşaqlar, hələ də hətta davam eləyir mətbuat konfransı. Dayanmır. Dayanmır, beyni sönüb. 20 ildə bir dəfə mətbuat konfransı verib, bilməyən adamlar üçün deyim. İkinci gündə, bugün ikinci gün Florentino Perez Bakı vaxtı ilə saat 8-də mətbuat konfransı çağırdırıb və hər kəs gözləyirdi ki, istifa verir, ya nə bilim, Jose Mourinho-nu elan edir. Heç olmasa Churchill'in kapitanın sarğısını müzakirə edəcək ki, artıq əvvəl kimi olmayacaq, artıq normal başqa klublarda olduğu kimi kapitanın komanda seçəcək. Heç bir bu xəbərlər, heç biri olmadı. Yeganə əsas xəbər odur ki, Florentino Perez prezident seçkilərini ertələdi. Yəni 2030-cu ildə olmalı olan seçkilər 2027-də baş verəcək. Nəyə görə? Çünki Florentino Perez jurnalistlərdən, müxbirlərdən və öz ortada çıxmayan, heç statusda olmayan rəqiblərdən bezib. Halbuki onlardan bezib, çox da jurnalistlərdən bezib. Və ona görə çıxıb başlayıb jurnalistləri məhv eləməyə, bəzilərinin akkreditasiyanını almağa və bu haqda ilk elə mövzumuzdur. Fikirləriniz maraqlıdır. Niyə görə Florentino Perez birdən-birə, halbuki deyirlər Florentino Perez mətbuatı idarə edir falan edir, amma indi çıxıb nəsə şəplədi. Nə məsələdir qaqa? Gözləyirdi ki, prosto sezon qutarsın. Hə də o hər yerdən ucumuşuq. Danışmaq olar. Həqiqətən maraqlı sadəcə məqam bilirsin nədir? Florentino Perez çıxıb deyir ki, klubda heç bir problem yoxdur, mən klubda qalıram. Bəzi jurnalistlər hətta deyir ki, bəs yazırsınız ki, mən xərçəngəm, mən belə, dəli-dəli xəbərlər paylaşırsınız. Klubda hər şey zordur. Mənə də eləsinəmir ki, bu il titulsuz qalmışıq, amma klubda necə hər şey zor ola bilər? Əgər sən oyunçudan dava edirsə, əgər sən 4 dənə məşqçi dəyişirsə 2 il ərzində. Yəni bu məsələlər də var da ortada. 2 il ərzində 4 dənə məşqçi deyəndə 3 saymışam. 4-cü sən hardan tapdın? 4-cü gələcəkdə yox, kəsə için dəyişməyəcək. Gələndə söhbət eləyərik. İndi nərdinə 3 məşqçi də. Arbeloa sadəcə mövsümün əvvəlindən ortasından da deyək. Bilinir ki, o Real məşqçi deyil. O hər bir halda. Bəli, mən hardasa dedim ki, istəyərdim qalsın. O da Sitsundandan sonra Bavariyandan nümayiş etdirdiyi normal oyun. Amma ki, yox. Görsətdi ki, giyinib soyunma otağı onluq deyil. Tam heç belə deyək. 2013-cü ildə necə ki, Mourinho son ilində o heç şey eləyə bilmədi. Yeri gəndə orada belə deyək, litiranlardan biri idi. İndi də eyni şey. Mən sözünü açıq, bəlkə bir çox şok olacaq, bəlkə məsələ gözləmir, Valverdeni satardı. Bir mənalı. Sən başım klubdakı baş verən xaosa birbaşa girmək istəyirsən? Bəli. Olar, gəl girək elə o Valverdeni satardım. Onun yazdığı Instagram səhifəsində oxudum ki, mən özüm yıxılmışam. Burada ona heç kimin almaz. İndi burada belə söhbət yayır ki, sən gətir Şami ilə lobalov, birdən yıxılırsan da belə öz batırsan yerdə. Tapdın özünü gəlir. Vurub alnından düz eləyir. Sadəcə bəzi söhbətlər deyir ki, oyunçular istəyir ki, Fede Valverde getsin klubdan və hardasa mən oyunçuların nə cəhətdən başa düşürəm, kapitallardan birisən və sən köstəbək teması var da klubda. Kim vəziyyəti idarə edəməsən, amma eləmirsən. Yəni də sən bir kapitan olaraq başqa soyuqqanlı yanaşmalısın. Zaten Carvajal birinci bir kapitan deyil. Bu bəllidir. Çünki mən bilirəm çox istəyir ki, Carvajal Çömli Valverde məsələsi olanda bazıdan birinci gələn adamlar olur. Sən kapitansan, sən səhət görə olmasa belə görənməzsən də, yəni ki, birinci qaçsın ki, siz lava, qaqa, mən Sergio Ramos gəlib özü qoyacaq. Özü Valverde döyərdi, Sergio Ramos. Sonra çıxıb deyərdi ki, mən özüm onu çıxmışım. Hə, Çömliyi də döyər. Kim nə deyə bilər, desin. Heç kim eşidilməz. Heç kim eşidiyə də bilməz. Ronaldo olan yerdə heç kim demirdisə işinə, Pepe-li yerdə olanda. İndi Tembole'də heç kim işin deməz. Klubda doğrudan da çox oyuncular getməlidir. Bir mənalı olaraq da. Mən Valverde onların siyasətində görürəm. Sadəcə, yəni oyuncular inanmazlar artıq Valverde bir komanda yoldaşı kimi. İndi sən Bayernlə o vaxt dava elədin, o tərəfdə mən razıyam ki, düz elədin və s. şəxsi həyat ondan qarışmalı deyil, futbol olmalı deyil. Amma indi sən komandadakı o vaxt ki, vəziyyət çətindir, oyun getmir, bəli, problemlər çoxdur. Lider kimi bütün onu üzəribə götürüb və qabağa aparmaqdansa, sən gəlirsən komandanın belə deyək, meydançada olan liderlərdən biri. Chouameni
bəlkə də bəli oyunda görsənmirdi, amma azından Bavariya oyunda gördük ki, Çamini Real üçün çox böyük bir oyunçudur. Öz amplasında. Hansısa oyun var idi ki, görsənir ki, çatışmırdı. Yadımda deyil hansı oyun idi. Bavariya oyunu deyərdim. Uzağa getmirəm. Elə çox sırf birinci, ikinci oyundakı hardakı bəli, mən əminliklə deyə bilərəm ki, Çamini olsaydı, bilmək olmazdı ki, Bavariya Real keçəcək, keçməyəcək. Sadəcə biraz belə deyim, daxili mövzulardan bu köstəbək temasını müzakirə edək mövzusuna. Kim mətbuata xəbər verir? Florentino Perez özü də mətbuat konfransında deyir ki, biz bilirik kim eləyib. Hətta deyir açığını deyim sizə, əlavə də deyim, biz hər ildə klubda davalar olur. Sadəcə bu ilk dəfədir ki, hər şey bu dərəcədə ortaya çıxır. Şamil Valverde teması kimi bilmirsə, bir bazı problem yaşandı onlar arasında və həmin axşam bütün mətbuat, bütün dünya bildi ki, Valverde Şamil dava ediblər və Valverde bu sadəcə dava edib birinci gündə səhvləmirəmsə. İkinci gündə onları fərqli komandalara bölürlər. Valverde az qala Şamil'i zədələməyə çalışır və məşqdən sonra, məşq oyunundan sonra Şamil deyir ki, niyə belə edirsən? Çünki sən Valverde deyir, çünki Şamil'i sən məlumatı yaymısan mətbuata. Və bütün də mənbələr paylaşdı ki, bu Şamil deyil. Valverde ilə gəldi və ona görə onu zədələməyə çalışırdı və ona görə oyunçular bəziləri istəyir ki, bu xiyar elə fikirləşib ki, bu gün növbəti bir adam döyürsə, yəni ayağına vurursa, məşqdə zədələməyə çalışırsa, bu xiyar sabah mənə də, sənə də, o birisi də günahkar çıxardıb, yəni belə bir şey edə bilər də, bu düzgün deyil. Deməli, biz dünənki Abidasını saxlayıb gəlib. Yox, o da tema odur ki, Abidası birdən-bir ortaya çıxmayıb da, o üzr istəyib Şani Valverde'dən, sonra dağılışıblar, sonra ortaya xəbər çıxıb. Bu da deyir ki, səndən başqa kim ola bilər? Xaçə, ya ətrafında 20 nəfər adam var da, hər adam məşqçi heyəti, həkimlər, oyunçular, bir azından yanında bir 30 nəfər var. Sən də yapsan Şami'dən ki, sən eləmisən. Birincisi, mən inanmıram onunla. İndi mən olmamışam, demək əlbəttə ki, işim var dəmin. Amma ki, Valverde niyə getməlidir? Bir mənalı olaraq bütün komanda bu il onu lider görürdü. Mövsüm ərzində. Alonso'nun getməyə səbəblərindən biri Valverde idi. Çünki o mövsüm əvvəli yadınızda Sadəcə adam oynamaq istəmirəm və s. Valverde getsin, Bellingham getsin. Bellingham da çünki deyir ki, mən 8 ömrü oynamaq istəmirəm. Amma vaxt görsə ki, bəli, Bellingham əla oyunçudur və mövsüm axırında istəyirdi, can yandırırdı. Birdən onu saxlaya bilər. Amma ki, müdafiədə demək olar hamı gedir və bir şey də vurğulamaq istəyərdim ki, Rüzgerlə Carreras da mübahisələri oldu öz aralarında. Hə, şapalar var Rüzger ona. Amma gördü ki, Carreras ona cavab verə bilmədi. Yəni, faktor. Carreras bir il klubdadır, Rüzger 20 il də futboldadır yəni. Söhbət ondan da getmir. Rüzgerin avtoriteti, müdafiədə lideri. O başa düşür ki, onunla başa-baş gələ bilməz. Amma liderin şübhəyə qoyulması nəsə varsa, məsələn, Şamil Valverde şübhələndir o lider olmağında. Məsələn, sən dediyin kimi Ramos'a kim gəlib cavab verə bilər? Amma Valverde götürdü aşırtdı. Aşırtdı. Yəni biz qəbullanırıq ki, Valverde yəni masaya dəyməyib də. Yəni bu bəlli bir məsələdir. Sən nətər masa? Mən gələm sən üzbəyi spor edirəm, birdən yıxılıram yerə. Heç kim dəyməyib, amma Valverde masaya. Səhər yemək yeməmişdi başqa. Şokoladdan məsələn, Valverde məsələsi bəllidir. Sən Valverde haqqında ne deyirsən? Getsin yoxsa qalmalıdır yəni. Oyunçu kimi yaxşıdır, amma bu xarakter yaxşı, amma yanında lider. Sadəcə bir şey, qıraqdan sonradan gələn lider nə lider olacaq? Bu içdən çıxmalıdır da bu kadar. Yəni içdən biz deyirik, amma ki bir məntiq də var ki, Arda Güler niyə lider olmasın ki? Məsələn, şapalanlayırlar. Yox, indi biz lider məcbur deyil ki, güclü olmalıdır. Modric də lider idi, Kroos da lider idi. Modric axsaqlığı var idi da. İndi deyirik də belə baxanda bu cavandır. Mən sizlə tam razıyam ki, tezdir onun üçün. Niyə 1-2 ildən, 3 ildən sonra o olmasın ki? Ya 2 il, 3 ildən sonra ola bilər. Hal-hazırda sadəcə vəziyyət odur ki, biz 2-3 ildə deyəsə klub bağlanacaq belə. Gələn Courtois ola bilər, Rüdiger ola bilər. Courtois qısaca, həmçinin qarışmıram. Məsələ fikir verilsə, Courtois da biraz belə kənarda qalıb və bu məsələlərə son günlərdə baş tutan hadisələrə qarışmayan bir dənə futbolçu var. Onun da adını Ceballosun yanında çəkirlər şıxı kimi, hansı ki mətbuatla əlaqədədir. Bu Vinicius Juniordur. Çünki Vinicius Junior haqqında heç bir xəbər yox. Son aylarda, yəni son həftədə belə deyək də, Carreras Rüzgar məsələsi oldu, Şamil məsələsi oldu, Valverde oldu, Ceballos oldu. Kylian Mbappé'dən o şey əl çəkmirlər. Halbuki istirahətdədir də adam. Mən biraz o məsələyə dərin yanaşsam, mən başqa cür yanaşaram. Mənim sevdiyim kumir futbolçum Raul olub və Raul bir sevdiyi qadının ona nə dərəcədə motivasiya verməsini nümayiş etdirmək üçün hər qoldan sonra belə eləyib.
O həmişə göstərir ki, qadınlar sənin ətrafında olan qadın, sən heç o problem ola bilməz. Ancaq sənə üstünlük verə bilər, motivasiya verə bilər. İndiki futbolçulara fikir verirsə, Yamal nə bilim, fikir vermişsə, qızdan ayrıldı, oynamağa başladı. Kylian Mbappé qızla indi başlayır şeylərə. Naz boşandı, oynamağa başladı. Yəni Dembele normal xanımla evləndi, oynamağa başladı. Yəni bunlarda bir hər şeydir, yəni bundan asılıdır. Şeydir, cavan oyunçulardan əlbəttə söhbət gedir. Kylian Mbappé də bir neçə müsahibəsini görmüşdüm onun keçənlərdə. Deyir, mənim bəs vaxtım yoxdur, media mənim ətrafımdadır, mən heç bir özümə sevgili tapa bilməyəcəyəm. İndi elə bir ki, ömründə ilk dəfə aşıq olub. Hani çıxan kimi stadionda sağ bir dənə Estres pastordan zəng ki, az hardasan? Adil kafeyə oda, gəlirəm. Belə də yəni. O sadəcə nə dərəcədə Kylian Mbappé'nin o məsələsi ona təsir edir və nə dərəcədə bu şişirdilmiş sayılır sizcə? Yəni həqiqətən məsələ bu qadınlar ətrafındadır Mbappé'də, yoxsa Mbappé'nin prosta üst-üstə gələn məqamları var? Çünki mən eşitmişəm ki, sadəcə artıq başa düşdüyü komanda vəziyyət xaosu dünya çempionatlarıdır. Başlayırsan? Məncə Mbappé'nin məsələsi odur ki, motivasiya ölüb. Yəni Realda kuboklar yoxdur falan ona görə. Həm də ki, dünya çempionatı dediyin kimi hazırlaşır, həm də travması çıxdı güya. Hə. Məncə güyadır. deyirlər ki, eşidən kimi ki, El Clasico'da ehtiyatda başlayacaq. Dedi ki, bəs mənim zədəm var, mən oynamıyorum. Hə, ona görə bəlkə də gələn mövsümə saxlayıb özünü. Əgər söhbəti sırf medianın təqdim etdiyi məlumata baxmasaq, mən Kylian Mbappé'nin bir peşəkar olaraq başa düşürəm. Birincisi o madridist də deyil. Biz ondan madridistalıq tələb edə bilməliyik. Bəli, o hansısa şeyləri qurban verdi, hayırdan nədəsə can atdı, klubdan presajdan getmək üçün bəs ehtiyat oyunçular skamyasında əyləşdi falan meşməkan. Amma Kylian Mbappé'nin konkret bir məqsədi var. Özü gələn kimi dedi, Çempionlar Liqasını qazanmaq. 27 yaşı var, Ballon d'Or yox, Çempionlar Liqası yox. Bir ehtimal var ki, o Ballon d'Oru qazanar, əgər dünya çempionu olsa. Və da ki, gələn il belə deyək də, Çempionlar Liqasını götürsə. Yəni də ikisindən Bu il dünya çempionatını qazansa çox ehtimal odur ki, almayacaq qızıl topu. Çünki Olise var, Dembele var. Dembele də əsasən. Yox, indi baxır. Əgər məsələn Bombardier kimi 15-20 gol vursa. 15 yox, heç İndi məsəl üçün də. 7-8 dənə gol vursa, yəni komandası konkret olaraq tutuldaşsa, ki Karim Benzemalı eləsə, yəni 2000-ci ildə kimi, heç kim Dembeleyə baxmayacaq. Hətta Dembele PSG ilə Çempionlar Liqası qazansa belə, o tərəfə çünki hype yoxdur o qədər. Keçən il nəyə görə aldı? Hype'lı rəqibləri o qədər güclü deyildi. Bir dənə hype'lı Yamal vardı. Yamal da yarı finalda uduzandan sonra gəlib, yəni Ballon d'Oru qazanmazdı da. Sadəcə nə dərəcədə bu Vinicius'un inanılmaz köstəbəyə çıxa bilər? Çünki Kylian Mbappé'nin üzərində olan təzyiq ona xeyri verə bilər hardasa potensial olaraq. Məncə Mbappé tərif deyişkən başını buraxdı vəzən. Çünki mənası yox idi. Hamı başa düşürdü ki, Barcelona çempiondur. Sadəcə nə vaxt olacaq? Real o müddəti uzada biləcək, uzada bilməyəcək də. O dəhliz var idi, çempion dəhlizi eləyəcək, eləməyəcək. O nüanslar var idi. Başqa heç bir şey yox. Gedib qızla istirahətə əcəb edib. Yəni çox adam, çox oyunçu, mən fikirləşirəm ki, Arda Gülərdədir. Zədələr olan kimi yer Türkiyəyə var. Gör Espanyolla səfəri oyununa. Onsuz bu gəlmir meydançaya, belə deyək də. Bir var ki, bu Santiago'da olsaydı, bu gəlməsəydi, mən sizlə razılaşardım. Bu Espanyolla səfər oyunu idi da, səhv eləmirəmsə. Nə məntiqi var? Gəlmir ki, getsin istirahət edəsin də. Niyə eləməsin ki? Burada bir sual yaranır. Niyə görə də qardaş? İstirahət eləyir, eləsin. Mövsümə o boyuna düşən nə idi? Gol vurmağı idi, vurdu. Mən demirəm, partlatdı bəsarı. Yox, əlbəttə ki, pis oynadı. Komanda olaraq pis oynadı. Amma ki, bu özü də başa düşür ki, bunun bu dəqiqə qabağında məqsədi bir dənədir, dünya çempionatı. Başqa heç bir məsələ yoxdur. Çox gümankarlısı aprelin əvvəlindən, yəni həqiqətən Kylian Mbappé öz statusunu Bavariya oyunu. Bavariya oyundan hə, yəni. Sonra mənası yox idi. Bir məsələ var. Madəm ki biz çempionlar haqqında danışdıq, El Clasico'nu qısaca müzakirə edək. Barcelona tarixində ilk dəfə El Clasico'da çempion oldu. Bu Barcelona tarixində ilkdir. Real tarixində olub. Birinci çempionluğunu 32-ci ildə elə Barcelona eləyərək qazanmışdı Real. Barcelona da yox idi, onlarda da oldu. Adekvat normal Barcelona keçdilər, hansı ki bizim ətrafımızda var, onları təbrik edirik. Qeyri-adekvatlara, Yamal başda olmaqla, salam aleykum. İndi məsələ nədir? Hardasa dərinə gedib Florentino Perez-i, Jose Mourinho'nu yəni tərpədə bilərik, amma Arbeloa biabırçı bir kadro, onsuz da kadrosu bəllidir ki, zədəsi çoxdur. Digər tərəfdən, əgər meydanda olan oyunçuların hamısı sənin ən mənfi oyununu oynayıbsa, bu artıq yəni baş məşqə yazar məncə. Bütün oyunçular Courtois'dan başqa, bir də Fran Garcia'nın patoloku budur. Bu iki dənə oyunçudan başqa bütün oyunçular öz ən bərbad futbolunu oynadılar. Məncə Asensio'nu hər anda axtarırlar, tapa bilmirlər. Nokampın qırağında
axtarışla kağız vurublar və ki, hardasan da qol vurulduqca qayıt. Hocam amma tapa bilmirlər. Qolları danışmayacağam, mənası yoxdur. Oyun yox idi. Real tərəfindən bir oyun yox. Bir dənə xoş bir şey var idi ki, Real o bərbad vəziyyətində, demirəm Barcelona incitdi, yox. Amma nəsə eləməyə çalışdı. İkinci time. Əsasən ikinci time'da. Və orada biraz nəsə demirəm udacaqdı hecəyə əstəğfurullah. Mən fikrimdən keçirdim. Harada bir qolluq oynamışdı ya. Gəl onu da deyək ki, O bir qolda yəni penalti verib də o Bellingham epizodu. Amma belə ümumilikdə götürəndə Arbeloa biabırçılıqdır. Sırf Bavariya'dan sonra mən gözləmirəm ki, komanda belə töküləcəkdir, 0 vəziyyətə çatacaq və bu komandanı xilas edəcək məncə 2 dənə baş məşqçi var. Ancelotti demirəm, Ancelotti mən inanmıram ki, Braziliyadan qayıda, sırf belə deyim boşda olan və hansı ki klubundan gedə bilən biri Zidane idi. Amma o da bəli vəziyyətdə. O da Fransaya gedir, oynamıram. Ya Zidane o idi ki, öz avtoritetinin fərqi yoxdur. Kimliyindən asılı olmayaraq hər şeyi verir. İkincisi də Jose Mourinho. Amma Jose Mourinho'nun gəlməsi biraz Florentino Perez məsələsinə bənzəyir. Florentino Perez necə ki, bax çıxdı, öz rəqiblərini hücum elədi ki, bacarırsınız, bax ertəliyirəm seçkiləri, gəlin məndən dalaşın ki, başa düşüləndir ki, Perezin qarşısına çıxmağa heç bir kimi statusu yoxdur ki, çıxsın. Bu faktikidir. Yəni biz Florentino Perezi bir şəxsiyyət olaraq qəbullanmalıyıq ki, hal-hazırda onun statusunda bəlkə nə bilim, İspaniyanın kralıdır bəlkə o eli statusda. Digər tərəfdə Jose Mourinho da Florentino Perez kimi hal-hazırda klub üçün alternativsizdir. Jose Mourinho kluba titul qazanmağa gəlmir. Ay nə bilim, Barcelona'dan titul götürməyə gəlmir. Əlindən qopulmur. Gəlmir, onun üçün gəlmir. Florentino Perez Jose Mourinho ona görə gətirir ki, öz əli ilə, öz ağzı ilə etmək istəmədikləri şeyləri Jose Mourinho elətdirsin. Ona görə də Jose Mourinho'nun Real'ın təklifində bir dənə şərti var idi ki, müqavilədə. Yəni demirəm, dediyim oyunçulara gətirin, da çox istimsə elə onu eləyən deyirsiniz. Ən azından yəni bu sonu geyinmə otağını mənə saxlayın. Nə oyunçu gətirirsiniz, gətirmişsiniz sözü bilərsiniz. Ən azı düzdür, mənim də fikrimi soruşsa olmaz. Əsas məqsəd o idi ki, qardaş, qarışmayın. Mən bir otaqda bilmənəm, bir də futbolçulardır. Baxın görək ortaya nə çıxır. Sadəcə Florentino Perez onu dəstəkləməyəndən sonra əgər işdir. Vinicius'dan bax tapışdılar. Xabi Alonso kimi də qarşı-qarşıya gəlirlər. Ya qarşı-qarşıya gəldilər. Florentino Perez gəlib yenə də oyunçunu müdafiə edəcəksə, Mourinho gətirməsində heç bir məqsəd yoxdur. Heç bir mənası yox. Onun üçün müdafiə elədi oyunçunu. Mourinho qovladılar. Casillas müdafiə eləmişdi. Gələcək ondan başlayaq. Casillas ilə Ramos ilə Özil və s. Və həmin belə deyək heyət Real'a super günlərini yaşatdı. Bir neçə il sonra. Amma ki Mourinho o xəssiyyətləri ki, yadınızda heç bilmirəm, Malaga ilə idi də, səhv eləmirəmsə, Casillas'la arası dəydi, çempionluğa gedirdi. Və o götürdü oyundan əvvəl Casillas'ı ehtiyatda saxlayaraq adanı buraxdı. Üçüncü qapısı hansı ki bir dənə FIFA'da falan heyətdə idi, heç kim görmürdü. 3-2-də uduzdu Real Madrid oyunu, amma ki Mourinho göstərdi ki, mən kimi istəyəcəm, onu oynadacağam. Mənə fərqi yoxdur. Inter'də Zlatan'dan da elə məsələ var idi, onda İbrahimovic'in. Ona fərqi yoxdur. Lazım olsa Lüboy futbolçu çıxarlar. Deyirlər ki, Mourinho o deyil, futbolu o deyil, amma ki gəl bir dənə sual verəcəm. Mourinho Fənərbağçadan çıxmaq şərti ilə o Fənəri ki, hansı ki heç kim adam eləyə bilməyəcək. Hansı klubda pis məşqçi olur? Realdan sonra söhbət. Əvvəli hamı bəllidir. Chelsea getdi, 2 mövsüm oldu, Premier Liqa utdu. Ondan sonra artıq oyunçularla problem yaratmağa başladı da. 10-cu il Manchester United'a getdi, Manchester Ferguson'dan sonra ən gözəl mövsümü keçirdi. 4 dənə kubok qazanmaqda. Bəli, deyə bilərsiniz ki, yəni qazandı. Liga, Avropa Liqası. Olsun. Manchester indi hal-hazırda onunla qazanır. Heç nə qazana bilmir də. İkinci yeri tutdu o City-nə ki, City nə bilim dalbadal çempion olurdu. Ondan sonra getdi Tottenham'a 10 il sonra onları finala çıxartdı. Sadəcə təzən arası deyil. Finaldan qabaq qollar. Bu arada o Tottenham əla Tottenham. Doğrudan əla Tottenham. Əks hücumlu futbol oynayırdı. Yəni gözəl futbol. Kane son məsələsi var idi. Pochettino işini layiqincə davam etdirdi bu ayın orada. Roma'ya getdi. Titul qazandı. Konferans Liqası. Tarixində ilk dəfə Avropa titulunu gətirdi. Konferans və növbəti ildə finala çıxdı. Və orada uduzdu. Düzdür. Ondan sonra Fənəri mən saymıram. Benfica'da bu mövsüm məğlub olmuyor. Dünən belə 93-cü dəqiqədə 2-2 məğlub olmadılar. Yəni söhbət Portuqaliya daxili çempionatına gedir. Çempionlar qasdı bəllidir ki, uduzub, amma yenə də yox, Mourinho bir sənəcə status olaraq mən ona status olaraq yanaşmaq biraz düzgün olmaz. Onun sadəcə o gəlmə məqsədi bəllidir. Mənim sadəcə sualım ortadadır ki, onu Florentino Perez dəstəkləyəcək onun işini, yoxsa yox. Florentino Perez variantı yoxdur başqa. Artıq onsuz da istəyib. Sadəcə Mourinho o bir sənəcə
bu oyunçulara görə Xabi Alonso göndərdi. Ondan qabaq Carlo Ancelotti göndərdi. Arbeloa göndərdi. Yəni demək istəyir ki, Mourinho gətirib də hansısa oyunçuna qırışsa, yenə oyunçunun tərəfini tutsa Florentino Perez. Mənası yoxdur Jose Mourinho Ancelotti gətirməyə. ona görə qovlamadılar. Ancelotti bilinirdi ki, zaten gedəcək. Amma Mourinho belə nüansı var ki, Vinicius, Mbappe və s. oyunçular başa düşür ki, bu Arbeloa deyil, Alonso deyil. Mən buna qarşı çıxacağam. Bu götürüb məni atacaq 3-cü heyətə, 2-ci heyətə. Və heç kim ona heç nə deyə bilməyəcək. O mövsümü batırsa belə onu oynatmayacaq. Və bütün oyuncular da başa düşür, onu oynatmamaqla onun qiyməti düşür, onun statusu düşür, o formada olmur və s. Sadəcə Florentino Perez o adamlardan ki, istəməz ki, onun oyunçusunun price düşsün də. O da Florentino Perez də mənfi Başa məsələdir. düşürəm, amma o birisi oyuncular da istəməz ki, onun belə deyə statusu düşsün. Mourinho tam başqa bir şeydir. Mourinho köhnə məktəbdir. Guardiola'dır, Mourinho'dur, həmin o nə bilim, Ferguson'dur. Onlara fərq. Ferguson vaxtı Beckham'ı qoyulur. Guardiola Cancelo'nu partladan vaxtı verib bu adınca Bavariya. Bu Guardiola Ronaldinho göndərib. Yəni İbrahimovic'i göndərib. Eto'nu Demək istəyirəm ki, belə oyunçular çoxdur. Hansı ki, bu məşqçilər amma belə məşqçilər azdır. İndi o böyük bir şeydir. Nəticədir ki, sən o cür məşqçi statusuna çatmalısan. Yəni sənin proqnozun Mourinho oyun olmasın. Mən sənə deyirəm ki, Mourinho'nun ilk növbədəki məqsədi Çempionlar Liqasını götürməyəcək. Çünki ilk məşqçi olmaq istəyir ki, hansı ki 3 dənə fərqli klubla Çempionlar Liqasını götürür. Fərid, sənin Mourinho haqqında proqnozların? Yəni həm klub daxilində deyə bilərsən, həm titul cəhətində deyə bilərsən. Geyim soyunma otağında 100% məncə məsələni düzəldəcək. Titul baxımından da biraz oyunculardan da asılıdır da. Amma ki, məncə yaxşı olar. Yaxşı, mən də öz fikrimi qısaca deyim Mourinho haqqında. Bir narahatçılığı var, onu unutmamalıyıq. 2013-cü ildə son geyinmə otağını bərbad vəziyyətə demək ki, eyni vəziyyət saxlayanda Mourinho olub. Onu unutmaq olmaz. Və görək baxaq Mourinho hansı ki, əslində Uniteddan sonra bu müasir oyunçulara hardasa öyrəşə bilməlidir. Çünki həmişə deyir ki, müasir oyunçular biraz uşaq kimilərdir. Lampard 23 yaşında artıq 5 uşaq atası kimi idi də. İndiki oyunçular 23 yaşında hələ də sosqanı ağzından çıxarmayıb. Mourinho bu heyətə öyrəşə bilsə, halbuki bizə gənc heyət sayılır da, məncə nəsə edər. Amma yenə də unutmayaq ki, Florentino Perez və onun rəhbərliyi tam olaraq məşqçini dəstəkləməlidir. Dəstəkləməsə, məşqçiyə hətta kimisə qurban verməli olacaq. Çox güman ki, kimi qurban verəcək, artıq bunu sizdən yaydan müzakirə edəcəyik. Uşaqlar, çox sağ olun ki, bizi izlədiniz. Halal Madrid yadınıza salıram ki, Peña Blancas fan klubunun bir layihəsidir. Və tək YouTube-dan ibarət deyil Peña Blancas'ın layihələri. Bizim həmçinin Instagram, TikTok-umuz var və əlbəttə Telegram kanalımız var. Burada müzakirə etdiyimiz bütün xəbərlər Telegram kanalımızda gündəlik olaraq paylaşılır. Siz isə ortada olan elan edilmiş belə deyim, mövzular haqqında öz fikirlərinizi bildirin. Mourinho haqqında, El Clasico haqqında və Florentino Perez'in mətbuat konfransı haqqında və əsas odur ki, izləmədə qalın. Növbəti buraxılış artıq La Liga'nın sonuncu turundan sonra olacaq. Biz ümumi bir buraxılış keçirəcəyik və bununla da mövsümü bağlayacağıq. Siz də mən idim Abdu, Fərman, Fərid. Çox sağ olun. Hala Madrid. Sağ ol. ريال مدريد حلال